Növbəsində mama ginekoloq cərrah Sevinç Məmmədova idi. Məni gözləmə otağında gözlətdilər. Hardasa bir saat yarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Gecədir bu saat 5-ə yaxındır. Mənim artıq getməliyim. Bunlar hamısını mən çəkilişində eləmişəm. Hamısını təqdim eləyəcəm. Mən getməliyəm səhər saatlarında. Siz sabah gedin. Əgər işdir sabah sağ qalsaz, bətninizdəki övlad da sağ qalarsa, o zaman təzədən müraciət edərsiniz. Səhər növbəsində kim olacaqsa ona. Aytac Vahabova həkim mama ginekoloq Sevinç Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib, həmin kadrları bizə də təqdim etdi. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edir. Çarəsiz qalan qadın səhərin açılmasını gözləyir. Daha sonra o özəl klinikalardan birinə müraciət etsə də gec olur. Aytac Vahabovanın bətnindəki uşaq tələf olub. Mənim bətnimdəki övlad da oğlan idi. İlkin tibbi yardım göstərmədiyi üçün, mənə yardım etmədiyi üçün, mən 3 saat özəl klinikasının qapısında gözlədiyim üçün düşünün ki, mənim heç maddi durumum yaxşı deyil. Mən heç özəl klinikaya getməyəcəkdim. Elə yeni klinikasının qapısında mən də can verəcəkdim. Çünki mənim də canım üçün, mənim də həyatım üçün ciddi xəta gözlənir, ciddi zərər gəlmişdi. Mən getdim özəl klinikaya, orada 3 gün, əməliyyatdan sonra 3 gün reanimasiyada yatdım. Öz oğul övladımı itirdim. Bu hadisə ilə bağlı yeni klinikaya müraciət etdi. Klinikadan bildirdilər ki, ünvanladığımız sorğu barəsində araşdırma aparılıb, yaxın günlərdə rəsmi cavab veriləcək. Xatırladaq ki, Sevinç Məmmədova əməliyyat zamanı Günay Məmmədovanın ölümünə səbəb olmaqda təqsirli bilindiyi üçün bir neçə gün əvvəl cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə məlumatı Baş Prokurorluq yayıb. Sevinç Məmmədova səhlənkarlıq ağır nəticələrə səbəb olduqda maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub. Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırma növündə əlavə qəti imkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.